Deməli uşaqlar, elə birinci uğur gəl lövhəyə. Lövhədə mənim çəkdiyim nədir uşaqlar? Yüzlük kartın hissələridir. Bizə burada ipucu verir birinci rəqəmi. 21-in nəyini tapmalısan? Altındakını. Altındakını tapmaq üçün neçə olmalıdır 21-in altında? 21-də uşaq alt-alta neçə artırdı altında? Yanında ama? Yanında? 1-1. İndi bu 21-in altında neçə olmalıdır? Ay, sağ ol. Yanındakı birini də yaz, sonra əyləşərsən. 31-in yanında neçə olmalıdır? Ay, sağ ol. Davamını gəlsin eləsin Məhəmməd Əli. Gəl Məhəmməd Əli. İndi 32-nin yanında neçə olmalıdır, bax. Dikmənədir, sonra. Elə ki, silinməsin də, əlvi qoyma lövhəyə. 33-ün yanında neçə olmalıdır? 34. Yaz. 4 niyə yazdın birinci? Ay, sağ ol, sən ələşə bilərsən. Mahmudov, gəl görəm. Birinə marker götür, gəl. Gəl görək. İndi Mahmudov, bax. Hüseyin, 33-ün altındakını istəyirəm səndən. Neçə olmadı 33-ün? Ay, sağ ol, yaz 43. Zinət, gəl. Marker götür birini. Yaxşı, gəl bunu götür. Gəl, gəl. Bu vaxt gedir. İndi qızım 53-dən əvvəlki deyirsə deməli orada neçə olmalıdır? Yerdən heç kəs danışmasın ha. Ay, sağ ol, yaz. Özünə arxain denən qızım. İndi onu bağla ver mənə. Sonra indi bağırırıq. Ömər, gəl, əyləş qızım. Əyləş hələ. Nə istəyirdin Zinət? Hə, yaxşı. Sən bunu yaz bizim üçün Ömər. 57-nin yuxarısındasa deməli neçə vahid ondan böyük olmalıdır? Ay, sağ ol, 10 vahid. Neçə olacaq? 57-nin üstündə 10 dənə yuxarıda. Əlimizi çalışın, lövhəyə qoymayın, silinir olar. Damalar silinir. Neçə yazdıq? 67. Düzdür, Şəmsi gəl. Yoxundur, hə. 57-dən sonranı yazacaqsan. Neçə olacaq 57-dən? Ay, sağ ol, yaz. Birini də yaz yanında. Neçə olacaq? Ay, sağ ol. O birisini gəlsin, yazsın Mikail. Ver markeri ona. 59-dan sonra neçə gəlməlidir Mikail? 59-dan sonra neçə olar? Yanındadır ya, yanında. Bax, burada neçə olmalıdır? 59-dan sonra 51. Dala qaydırıb uşaqlar. 59 sonra neçə gəlməlidir? Hansı gəlir? 60. Yaz 60. Deməli, yüzlük kartı Mikail hələ də yaxşı öyrənməyib. Əyləş. İndi Yusif gəl. Yusif, sən baxacaqsan 59-un altına. Ay, sağ ol. 10 vahid. İslam Əli, sən də gəl. Aferin sənə. Sən 69-un altındakini tapacaqsan. Heç olacaq altında? Aferin, 79. Ayala. Banu gəl. Məryəm, sən də gəl. Banu, sən bilirəm. Banu, sən bunu yaz. 79-dan geridə nə olacaq qızım? Gözlə. Məryəm, sən gözlə. Ha, ikisini də yazdın. Hə, yaxşı, sən yaz onda ikisini də. Onda sən mənim üçün bunu yaz Məryəm. 45-dən aşağıda neçə olacaq? Düzdür qızım, ikisini yazın, əyləş. Yox, üsal olmaz. 45-dən aşağıda nə olacaq? Ay, sağ ol. Çünki 10 vahid aşağı, yuxarı 10 vahid, yanlara bir-bir əyləş. Sonra kim? Gəl mənim üçün, Nərgiz, gəl sən. Nərgiz, ora boyun çatır qızım yuxarıya, bax. Bura. Ay, sağ ol. 35-dən yuxarını yaz, onlar neçə olacaq? Yo. Elə yuxarı yox. Üstündə yəni. Neçə dedim? 45 yox qızım. Bax, alt-alta 10-10'dur. Yuxarıda azala gedir 10-10. 35-dən 10 dənə yuxarıda, yəni az. Ay, sağ ol. Əyləş. Abbasov gəl.
Onu yazacaqsan gəl. Geri. Rıza gəl. Ay sağ ol. Rıza gəl bunu yaz balam. 45'dən sonranı yaz. 45'dən sonra neçə olacaq? Yəni yanında. Altay gəl. Neçə olacaq balam? Ay sağ ol. Yuxarıdakini yaz bir dənəni. 25'dən əvvəl neçə olacaq orada? Hə? Buranı yazdırsan bir dənə əvvəli. Sən yox Rıza, sən yox. Sən o nədir yazdın ora? Bu nədir balam? 6. 6'dır o, yoxsa ədi. Düzelt onu. Ay sağ ol. Turgut sən də gəl. Yavaş yavaş, ne oldu yine orada? Ya tez ol Turgut. Gel. Sen 24'ten əvvəl yaz yuxarına, bax buranı yaz, bir dənə bunu. Elif gəl lövhəyə. Niyə? Turgut niyə? Geri qaydırsan. Geri qaydanda artır yoxsa azalır balam? Orada 20 niyə sildin ki onda? Neçə olmaydı orada Turgut? Neçə? 26 nədir balam? Burada neçə olub ki? Bundan sonra 24 gəlib. Burada neçə olub ki? Bunun yanında 24 gəlib, sonra 25 olub. Bu neçə olub? 23. Ay sağ Elif gəl. Sən əyləş. Elif bunu tap. 23'ün altında neçə olacaq? Əvvəlcə mənə de. Biz bilirik ki, aşağıda neçə olur? 10 dənə artır. İndi 23 10 dənə artsa, yəni çoxalsa altında neçə olacaq? 20'den sonra gələn 10'luğun adı nədir? 20'den sonra. Uşaqlar 20'den sonra hansı 10'luq gəlir? 22'yi kim deyir? O deyir, o da onun dediğini təkrar edir. Sürəyə bura getir. İndi gəl mən izah ilə görüm qızım. 23'ün altında neçə olmalıdır? Yerdən. O qarışıqdır. Ayso, mən özüm qarışıq vermişəm ki, sırayla hamı saya bilir. Əsas odur ki, bu formada işləyə biləsiniz. Deməli, qızım, 23'ün altında 10 dənə özündən çox neçə eləyəcək? Niyə? O 9'dan olur axı. 10 dənə olsa neçə olmalıdır? Ha, 32 yox. 33. 32 niyə deyirsən ki, qızım? 23'ün altında neçə olmalıdır uşaqlar? Yaz 33. Abbas olsa yine 34'ü deyən. Hə, 33. Ay, sağ ol. Gəl Əlhüseyn, gəl. Əlhüseyn, sənə laf çətinə düşdü, bilirsən niyə? Çünki mən sənə deməyəcəm ki, bunun yanındakini yaz. Mən deyirəm ki, bunun üstündəkini yaz. Neçə olacaq? Sən taparsan. Ay, sağ ol. Ay, sabah ilə tapırsan. Buradan ki. 13'dən 10 dənə aşağı. Onda aşağı, onda Elə, ay, sağ ol, aferin sənə. İndi onun altındakini də elə özün yaz. Elifcə görüm. burada yazılar. Yo, balam, aferin sənə. Sən əyləş, əla. İndi 14'dən sonranı yaz. Mikail gəlmirsən? Mikail səhv yaz, bir qızım, əyləş. Əyləş. Gördün, sən onları çaşdırırsan.